O ağaca parça bağla, bura nə bilim mən otur uşaq olmayanlar bu daşın üstə otursun filan. Bu xurafatdır. Bunların heç bir məntiqi əsası yoxdur. Din də bu simada tanınmamalıdır. Bunlar hamısı öz yerində, amma bu bir dənə görüntü gəlir, başlayır zehniyyəti qarışdıranlar ki, ziyarətlər belə filan söz də yapışır o məqamda, bilirsiniz? Ha bizi bu geri saldı filan, biz bu pirlərə, axı sənin pirlə nə işiniz? Pir ziyarətinin özünü sual altına niyə yaparsan? Biri Quranla fala baxır, indi Quranla imtina eləyək. Biri Quranla fala baxır, indi Quranla imtina eləyək. O ateistlərin tənqid elədiyi din var, onu mən də tənqid edirəm. Bax, sənə kim dedi ki, din budur ki, sonra sən onu tənqid eləsən? Sənin din budur ki, deyirsən, sonra onu tənqid edirsən. Orada saxla, deyim ki, din bu deyil, axı sənin tənqid elədindir. Bəzilərinin də marağında da din elə olsun ki, tənqid edilir, çörəyi ondan çıxır. Xoşuna gəlir ki, din bu olsun. Və görəndə ki, kimsə o stereotipi dağıdır, ondan düşmən olur. Biri ziyarətgahdan su istifadə edir, bir ziyarətgahın özünü inkar etməyək. Pir mövzusu o qədər önəmli mövzudur ki, mən istənilən insana bunu sübut edirəm ki, Allah Kəbəsinin qırağında pir yaradıb, pir. Peyğəmbərlərin qəbri İcri İsmailin içindədir. Başdan ayağa övliyaların ayaq izi ilə getməkdir də həc. Səfa Mərvə dağ arasında niyə gedirsən? Bir övliya gedib orada. Hacər gedib. İbrahim Peyğəmbər ayağını qoyub, iz qalıb, deyir, get namazı orada qıl. Bundan artıq dəlil nə istəyirsən ki, deyir, onun ayaq izi olan yerdə namaz qıl. Deyir, qışqırda şirk. Ayaq izinin arxasında niyə? Mən Allaha ibadət edirəm. Mən pirdə niyə ibadət eləməliyəm? Qəbrin yanında, Kəbənin qırağı bütün qəbirdir, məzardır. Bizim xalqımızın inancı ona görə dəyərlidir, ona görə biz bu qədər mərhəmətli olmuşuq, hamıya dözümlü olmuşuq ki, bizim inancımızda övliyalara sayğı olub, onların məzarına getmək özü bir mərhəmət hissidir, sayğı göstərməkdir, insanı dəyərləndirməkdir. Biri gedir, birinin başına dolanırsa, yəni onu özündən dəyərli bir bu təvazökarlıq hissidir. Bu hissi xalqdan almayaq, 5 nəfər adam səhv eləyib, səhvini başa salaq. Anladaq ki, səhv eləmirsən, düzü budur. Özünü niyə görə sual altına alırsan? Zehniyyət belə formalaşır. Gətirir, məsələn, 5-10 dənə kadr qoyur, başını yarıblar. Məqsədli şəkildə də biz bir vaxt baxırdıq, əzadarlıq İmam Hüseyin verəndə bu şəkillər çıxır, qan içində olan adamlar. Mən bunu məqsədli kim eləyir, necə eləyir ki onu? Bunu da eləyənlər də var da təəssüf ki, bizim içimizdən. Mənim cəmaat kosmosa gedir filan, biz ağlaşırıq, başa düşmür ki, bunun arxasında dərin fəlsəfə yatır, bu 5 nəfər adam.